dostlar, yepyeni videoyla karşınızda. Bugün server inceleme videosuna karşınızda. Bugün hansı server inceləyəcəyik? İndonezya server inceləyəcəyik. Çünki İndonezya serverına çox yaxşı otomatlar və çox yaxşı etkinliklər gəlibdir və o etkinliklərdə ücretsiz yerdə bizə buraya elmasla gələn, haqsızlıq eləyib oraya ücretsiz gələn setlərə də baxacağıq. Yəni çox danışmadan bundan bir öncəki partında yaxşı like gəlib, 70 neçə like gəlib dəsən. Bu videoda maksimal like'lardır. Maksimum 65 like gəldikdə yeni bölümü gələcək, yeni server incələmə bölümü gələcək və çox yaxşı şeylər var. Çox danışmadan keçək server incələməyə keçdik. Serverimizdə gördüyünüz üzrə İndonezya serverindəyik və birinci hardan başlayaq? Birinci lakilərdən, otomatlardan başlayaq. Çünki çox yaxşı otomatlar gəlib. Otomat yeni keçdikdə bu hər kəsdə ilk başlayanda verir. İlk başlayanda oynamaq üçün, oynayıb silah almaq üçün yerdir də. Bunu hamı bilir. Buraya keçdikdə görürük ki, bu seti donduruyor. Aha, qoy yüklənsin. Bu seti baxın, burada deyir ki 20 çevirməyə bir dənə jeton, çark jetonu verirəm. Burada isə görürsünüz 5'li çevirmə 139'dur. 39'da estağfurullah. 25'li çevirmə 395'dir. 50'li çevirmə, yəni 20-50. 2 dəfə bundan basanda elə bil ki 1500 elmas basanda bu seti alabilirsiniz. Yəni ucuzdur. Bu set də çox qəşəng setdir, hamı bilir. Yəni görün də nə yaman ucuza set gətiriblər. 5'li də, 10'lu, 5'li. Bunun tez atmadır. Sizin şansınız olsa 800 elmasa bu seti ala bilərsiniz. Yəni bu bizə haqsızlıqdır. Bizə belə gətirin dana. Qarena Free Fire sənlə də ölənmi? Keçək ikinci lakimizə. Burada Evo çarkını görürük. Ağac qakandır. Bu paraya 300 para çox bahadır. Amma 5'li çevirməsi 19 paradır. 19 elmasdır. Yəni ucuzdur həm də. Elə bil ki 40 elmasa bir 10'lu basırsınız. Ucuz gəlir. Normal gəlir də nə belə. Bu 4'lü hərəkətdir. Bunlar yüklənsin. Aha. 4'də hərəkətdir. İlk çevirməsi 5 elmasdır və bu bizə də gəlmişdi. İkinci hərəkətimiz də belədir. Əlində telefona baxır və ayağınla top oynayır. O da gəlir başına deyir. Hər şey keçək 4-cü otomatımıza. 4-cü otomatımız da belədir. Bu paltarlar bizə də gəlmişdi. Çox belə maraqlı deyil, amma bizə də gəlmişdi. Burada keçdikdə gördüyünüz üzrə bayaqki çarkın ikinci versiyonu. Burada isə ən dəyərli pompalılardan biri olan ikili pompalıdır. M1887. Və burada da 1500 elmas xarclayanda bunu alabilirsiniz. 1500 almasa bir Evo alabilirsiniz. Görün nə qədər ucuzdur. Bir Evodansa mən bunu almağı seçərəm. 1500 elmas. Buraya keçid etdikdə bu boyapasdır. Boyapas burada sezonun axırına atan durur və getmir. Bizdə neçə? Bircə həftə durur deyəsən. Bircə həftə durur gedir. Buradakı şərtlər isə elə bil ki neçə, bunun birini 2 dənə verir. Bircə dəqiqə. 100 dənə olsa ala bilsən də, hə. Bax, ikisinə birini verir. Parça. Mən bunun əsas anlayamadım, başa düşmədim. Bu niyə fərqlidir, bu niyə fərqlidir, anlayamadım. Bu nə jetondur? Başa düşməm. Anlamadıq orayı keçək. Buraya gəldikdirsə, burada hələm də bunun adı nə idi? Atölyelər. Burada hələm də atölyelər durur. Atölyələrin içinə baxdıqda
altılı pompalılar durur. Bu köynənin setləri adlarını bilmirəm. 3+8, sonra 1+2 falanlar durur da bunlar atölyelərdə hamısı. XM8'lər durur hələm. XM8 yenilənib, burada XM8 gəlibdir. Burada isə təhli çevirmə, burada onlu çevirmə paralı otomata 3000'dir. Çox ucuzdur. Əvvəlcə də bizdə 3000 idi. İndi burada bizdə 10.000 elədilər. Burada 3000 qalıb dələmdə. Burada isə silahlı otomat elmaslandı. Amma sağlam ol deyə bilərsiniz. Hə, burada fişlərimiz də var. Fişlə də aça bilərsiniz. Elmasla da, bizdə altınla da açılır. Həm də bizdə bu yeri yaxşıdır. Amma belə də olsa olardı. Çünki qat-qat yaxşıdır bu server bizdən. Burada elmas yüklədikdə isə 12 elmas yüklədikdə 12 elmas, 70 elmas yüklədikdə buz, 140 yüklədikdə bir dənə maşın verir. Bura öcə etkinlik tərəfidir. Bura bayaqki paltarda 50% endirimdən danışır. Burada elmas yükləyəndə geri elmas verir. 100 elmas yükləyəndə 50, 200 yükləyəndə 100, 400 yükləyəndə 200 elmas. Cəmi 350 elmas verir. Neçə elmas yükləyəndə 500 yox, 700 elmas yükləyəndə 350 elmas verir. Yəni yarısını. Burada dörtlü hərəkətlər görünür. Burada Evo'dur. Bura nədir? Bunu anlaya bilmədim. Keçək burada etkinliklərin gələcək vaxtına. Burada OB54'dən danışır. 9-cu ildən. Burada isə bizim etkinlik tablosu var. Gördüyünüz üzərə burada diqqətinizi bilməm nə oldu ala. Qarabağdan bizə mesaj gəlir ki, sabah səni oynadacağıq. Hə, burada tabloda 23-nə qədər vaxt var, 23-nə qədər vaxt var. Burada əsasən aşağı da gəldik əsas məsələyə. Giririk etkinliklərə. Buradan Just Play-yə basırıq. Deyəcəksiniz bu nədir? Baxın buna bir dənə. Sadəcə birinci yerdə olan görəv ilk oyuna girmək görəvidir. İkinci yerdə olan görəv dostunla bir əl oyna. Üçüncü də dostunla iki əl oyun oynamaqla gündə 3 parti ilə bir yığa buradakı bütün futbolçu setlərini, paltarlarını ücretsiz ala bilirsiniz. Və bizə bunu elmasla gətirmişlər, amma İndoneziya ücretsiz alma şansı gətiriblər. İndi sizə bir sual verirəm. Messi yoxsa Ronaldo? Bunu dəqiq sözünlə yorumlara yazın. Görək kim daha çox Messici və Ronaldoçudur. Yəni Ronaldo çox olsa Ronaldo udmuş sayılır. Messi yazan çox olsa Messi udmuş sayılır. Mən burada haqsızlıq olmasın da iki formuyu da göstərəcəm. Birinci Messi forması 10 yazılıb. Tam Messi forması. Ronaldo forması da bu tana 7 yazılıb. Yəni bu rəqəmləri bilirsən, 10 Messi'dir, 7 də Ronaldo'dur. Bu kofta nədir? Qırmızı olan. Adicə koftadır, heç. Messi ilə Ronaldo bu tana. İkisindən biri. Siz hansını alardınız? Yorumlarda bildirin. Mən nə Ronaldo, nə də Messi ayırmaq istəmirəm. Sadəcə burada mən ən çox sevdiyim rəng mavi olduğuna görə bu mavi seti alıram və kuşanla. Siz də gəlib ala bilərsiniz və çox yaxşı. Görək süreli mi verdi, kalıcı mı verdi? Bir dənə ona baxaq. Kalıcı verir özdə. Fərqi yoxdur. Oyuncudur. Mən prosto Messi seçdim. Messi'nin paltarını götürdüm. Siz istəsəniz hasını götürmək istəsəniz götürə bilərsiniz. Yəni bu videomuzun
burada sonuna gəlib çatdığım demək istəyərdim. Çünki çox bir şey qalmadı və burada etkinliklərdə bir də bir şey göstərəcəm. Burada bizə gəlib 8 parçaya ala bilirik hərəkəti. Burada 20 parçaya gəlib. Yəni bizi ucuza hörmət eliflər bizə. Buraya aşağı gələndə belə bir şey var burada. Bunu da açaq. Yəni görürsüz də bizə haqsızlıq eləyirlər. Bizi elmasla gətirirlər. Buraya ücretsiz gətirirlər. Və burada daha çox forma var. Bu niyə açılmır? Gözlüyür açılmanı. Açıl da. Bir də çıxaq da əzən girin. Açıldı. Aha. Gəlir, yüklənir. Bunu da bir alacaq. Videomuzun sonuna gəlib çataq. Aha, basıq. İndi sizdən bir şey soruşuram. 1 mi, 2 mi, 3 mü, 4 mü? Yorumlara bir dənə yazın. Gözləyirəm. 3 sayısı da çox yazıldı. 3 yazan çox olubdu. Təxmin eləyirəm də. Görək. Uzi çıxdı. Ayda, burada saç da çox qəşəng idi. Amma Uzi çıxartdıq, çox yaxşı. Görək süreli mi veribdi, süresiz mi? Burada birdən süreli verir, burada birdən də süresiz verir. Bir dənə ona baxaq. Uzi gəldik. 24 saatlıq verir. Heyf. Amma bu videoda bütün formaları ücretsiz ala biləcəyimizi öyrəndik. Sağ olun, salmaq qalın. Hamınızı öpürəm. Sağollaşmadan bir dənə video like atın. 65 like-da yeni bölümü gələcək. Sağ olun, salmaq qalın. Hamınızı öpürəm. Goodbye.